Gözəl görüntülər də mən elan eləmişdim ki, tamaşaçılarımız bizə göndərsinlər, yayımlayaq və artıq o görüntülər gəlməkdədir. Lirikin Vizə Zəmin kəndindən möhtəşəm bir mənzərə bizə çəkib göndərib tamaşaçımız. Bircə saniyə. Deməli, Bəhlul Mustafayevin lentə aldığı görüntülərdir bu. Lirik rayonunu qeyd elədiyim kimi Vizə Zəmin kəndidir. Deməli, Sipireğon Kıncıvo kəndləridir. Bax, bu kəndlər çox gözəl kəndlərdir. Həqiqətən möhtəşəm görüntüləri hal-hazırda birlikdə izləməkdəyik. Sağ olsun tamaşaçımız ki, bax, bizim gözümüzü gözəlləşdirən bir-birinə maraqlı görüntüləri lentə alıb göndərirlər. Günümüzün sualına cavabında həmçinin Bəhlul bəy deyib ki, yay fəslinin ki, əsasən motal pendiri, həyət tərəvəzləri və bulaq suyudur. Siz bundan dada bilirsiniz. O gözəl bizim bölgəmizdə yaşadığımız üçün ancaq təəssüflər olsun ki, ay Bəhlul müəllim, biz hər dəfə motal pendirini yeyə bilmirik, həyət tərəvəzlərini də yox. Məcbur qalırıq ya marketdən, ya bazarlardan alırıq. Kiminsə də rayonda əlaqəsi varsa, bax, oradan bəzən göndərirlər.